İslamdan danışan İslam dəvətçiləri dinlərini belə izah eləməyiblər. Adam var, minlərlə adama göstərsən ki, bu kimdir, dedilər ki, bu İslam dəvətçisidir. Heç onun özü belə, bu Peyğəmbərlərin etdiyi, bu izahar etdiyi yoxdur, etməyib heç bundan. O qədər özünə tövhid əhli deyən insan var, o qədər özünə tövhidə dəvət edirəm deyən dəvətçi var, o qədər cəmaatlar var, adlarına qəşəng adlar qoyublar, Taifatul Mansura, nə bilim, Hunəfə, Qurəbə, o qədər gözəl adlar var ki, izah eləməyiblər heç dinlərini. Nə bilim, biri sədəqə yığmaqla məşğuldur, biri hərə bir işlə məşğuldur da. Biri ərəb dili öyrətməklə məşğuldur, biri nə ilə məşğuldur. Ancaq dinlərini izah eləməyiblər. İzhar etdin budur. Sən də bir müsəlman kimi sənə özlərə düşür ki, sən kimsə dinini izhar etməyibsə, əsl elə oldu ki, onun hökmü nədir? Küfr əhlidir. Ta ki, izhar etsin, biləsən, yəqin. Və izhar etməyin də təfərrüatı, təfsiratı ondan ibarətdir ki, hansı qövmün içərisindəsənsə, o qövmdə ən məşhur şirk küfür nədir və ondan bəraətini bildirsin. Məkkədə Lat Mənət Uzza idi, Peyğəmbər ondan bəraətini bildirirdi. Başqa bir Peyğəmbərin qövmündə məşhur şirk büt nə idi, ondan bəraətini bildirirdi oradakı rəsul. Peyğəmbərlərin davamçıları olan alimlər də, tövhid imamları da öz yaşadıkları qövmdə şirk nədir, ondan bəraətlərini bildirib, onu pisləməklə dinlərini izhar ediblər. Yəni bir qövmün içərisində quburilik var. Görə quburilik pisləyəsən də deyəsən ki, bu şirkdir, küfürdür, mən bundan bəriyəm. Bir qövmün içərisində demokratiya şirki varsa, görə demokratiya şirkindən bəraətini bildirəsən. Bir qövmün içərisində rafidilər var, misal üçün cəhmilər var, cərcisilər var, o qədər küfür firqələri var ki, görə onlardan bəraətini bildirəsən ki, dinini izah etmiş olasan. Yoxsa indi bir adam dinindən danışır, mən də baxıram, bunu bildirməyim, mən nə olsun ki, Əbu Bəkirin həyatından danışır, ağlayır, Bədir döyüşündən danışır, danışsınlar. Nə bilim, anaya yaxşı rəftar etməkdən danışır, Quran fəzilətindən danışır. Güya çıxır ki, məsələ hədiyyə verir, ona buna danışır. İllər gəlib keçir, hər əndini izhar eləməyib. Nə qədər danışırsan, danış. Hiləgərlikdir bu. Niyə? Çünki bir illər dini izhar etsələr, gör nə qədər insanla düşmən olacaqlar. Ona görə deyir elə bu, gör nə qədər sahabə var. 100 mindən çox. Nə qədər Peyğəmbər var, Quranın fəziləti. Ömrümü elə bunların fəzilətindən danışa yola verin. 5-3 manatda bu danışdıqlarından qazanın. Ölüm çıxın bir, nəyimə lazımdır, dini izhar edin. Elə hiləgər dəvətçilər var. Və dini izhar eləyən dəvətçidən də danışanda eləyə bilmir axı onu. Onu elə deyir, başlayır pisləməyə, qara yaxmağa ki. Yox, səhv danışır, aşırıdır. Və s.